İlqar. Efsanevi Michael Jackson repertuarından. Murad, başlayaq sizinlə. Başlayaq, ha, elə istədim ki, məndən başlayasınız. Nə yaxşı məndən başladınız. Zülfiyə xanım, Bəli. mənə indi gəlib soruşsalar ki, hansı səs üçün, hansı ifaçı üçün görmədən dinləmələr mərhələsində mübarizə aparmadım. Bütün bu layihədə, bütün bu layihə ərzində hansı ifaçı üçün mübarizə aparmadın? Mən deyərdim ki, bax, həmin oğlanı hal-hazırda səhnədən. Və bu Azər deyil. Nələr oxuyardıq, nələr. Nə bilim, Prince'dən Bruno'ya, oradan ora. Wow da, just wow. Teşekkür ederim. Çox bəyənirəm. Hər şey. Məsəl üçün, Michael'dan oxudun da. Bu Michael deyildi. Bu bir Michael'la Bruno Mars yanaşmasıydı. Mənə bu ləzzət elədi. Özün üydün, zövq alırdın ifadan, nömrədən. Sən üçün maraqlı deyil ki, bu yarışmadır, kimsə gedəcək, kimsə qalacaq. Mən istəyirəm ki, İlqar, sən həyatı belə yaşayasan. Sənə belə mahnılar yazsınlar, sənin belə səhnələrin olsun. Sən səhnəyə, səhnə sənə yaraşır. Nə yaxşı ki, varsan bu layihədə. Mən səni yenə dinləmək istəyirəm. Bravo! Teşekkür ederim. Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim. Hə, indi mən də başa düşdüm ki, nə yaxşı elə sizinlə başladıq. Bəli, o kadar bizi heyecanlandırdı ki, İlqar, sen o kadar enerji doluydun. Vallahi herkesle de oynadın, herkesle danışdın, herkesle münasibətdə oldun. Bildin, özünü belə göstərdin. Ve doğrudan da Murad düz qeyd etdi. Mahnıya o kadar hakim oldun ki, mahnı elə bir sənin idi də, bildin. Yəni heç nə kapirovka eləmədim. Bəzi səslər var ki, onları belə qəşəng çıxartdım. Ama bu bir nakıştı. Bence bu bir nakıştı. Bu ifa için bu çok güzel Sənə bir... halal olsun. Teşekkür Hoş ederim. gəlmisən sən bizim proyektimizə. Eldar, buyurun. Çok güzel. Mən səni, Zülfiyə xanım, sizi təbrik edirəm. Çox möhtəşəm mahnı seçimi idi. Çox yaraşdı sizə, dostum. Və mən düşünürəm ki, hətta bu Michael naxışları ki eləmişsiniz, çox yaraşdı. Bu ifanıza çok yaraşdı. Möhtəşəm. Teşekkür ederim. Çox sağ ol. Çox sağ ol. Sözün ən yaxşı mənasında çox qəribə bir surəti, obrazı var İlqarın. Məni Müsbət, cəlb pozitiv. eləyir. Tamaşaçıları da cəlb elədim. İlqar, sən hardaydın? Biz səni niyə görməmişik, tanımamışıq? Yəqin ki, bu qədər tərifdən sonra İlqarın içindən bir eləmək keçib kulisdə rahat qışqıra bilərsiniz. Birazdan gələcəksiniz. Sağ ol.